İndi bu günləri də biz də evladlarımızı tərk etmişik və sözün həqiqi mənasında tərk etmişik. Onlar həvəslənib, oynayaraq, sevinərək, gülərək bizim qucağımıza, yanımıza qaçdığı bir zaman, bizə sual verib cavab gözlədikləri bir vaxtda, bizə nəysə hərəkət edib, sevinib, onun həvəsləndirici müamiləsini bizdən görmək istədikləri bir halda, biz isə onları yalandan hi-hi üzlərinə gülümsəyərək, yaxşı, afərin, qəşəng və s. bu kimi sözlər də yola verib, yenə də telefona yapışmışıq, qopmuruq ki, qopmuruq. Söhbət ondan getmir ki, biz hal-hazırda o telefonda nə ilə məşğuluq? Nə ilə məşğul olursansa ol, istər işin olsun, istər dini savadını artırmaq olsun, istər dünya görüşünü artırmaq olsun, maraqlı proqramlar izləmək olsun, fərqi yoxdur. Nə ilə məşğul olursansa ol, istər faydalı, istər faydasız. Ən faydalı məşğul olacağın şey evində olarkən ailənlə, uşaqlarınla məşğul olmağındır. Və bu bəla hamımızı əhatə etmişdir və cəmiyyətin hər bir sahəsini bürümüşdür, necə ki, az öncə dediyimiz kimi. Həmçinin də ər-arvad arasında kişi gəlib evə, arvadından çay, çörək və yaxud da onun təbəssümün gözlədiyi bir halda, arvad isə telefondan qopmur və yaxud da xanım evdə oturub saatlarla bütün ev işlərini görüb, yemək bişirib, özü bəzənib, həyat yoldaşını gözləyir, o isə gəlir evə, tez yuyundu, bitkə çörəyin yedi, yapışır telefondan. Hətta yataqda belə saatlarla oturub telefonla məşğul olub, ailəsinə üzünü çevirə bilməyən kişilər vardır. Və bunlar yenə dediyimiz kimi həyatın hər bir sahəsində mövcuddur. İnsan özündə şəxsiyyət formalaşdırmalı, güc, qüvvət toplayıb, bu pis vərdişdən, hansı ki ailələrin bədbəxtliyinə gətirir, ona görə pis vərdiş deyilir. Bu pis vərdişdən uzaq olmalıdır. İnsan telefonla bu günləri həyatının ayrılmaz bir hissəsidir. İnsanlar bu telefonlardan, kompüterlərdən ayrılmaz bir məcburiyyətdədirlər. Bunu biz etiraf eləyirik və bilirik. Lakin o dərəcədə deyil. Əgər sənin hər an əlin telefonda, gözün telefondadsa, hər an götürüb baxırsansa, artıq bil ki, sən ehtiyacdan dolayı deyil, artıq sən xəstəliyə tutulmusan. Və bu bir gerçəyi şəkildə narkomaniyadan da pis bir xəstəlikdir. Çünki narkoman gün ərzində 2 dəfə, 3 dəfə narkotik ehtiyacı olur və bunu götürdükdən sonra rahatlaşır, artıq narkotik axtarmır. Lakin bu günləri biz telefona o dərəcədə aludə olmuşuq ki, nə ailə yadımıza düşür, nə uşaq yadımıza düşür, nə də ki, valideynlərimiz. Allah Teala buyurur ki, Leysə minnə mən ləm yuvaqqir kibarənə və ləm yərhəm sığarənə. O kəs bizdən deyil ki, böyüklərimizi vüqarlandırmır və kiçiklərimizə mərhəmət göstərmir. Bu günləri biz telefonlar səbəbi ilə nə böyüklərimizi vüqarlandıra bilirik, nə də kiçiklərimizə mərhəmət göstərə bilirik. Və mövzu genişdir və bu sahədə mütəxəssis insanlar var ki, onların danışması daha məqsədə uyğundur və biz də boynumuza düşəndən dedik, Allah Subhanahu Taala bizləri hər cür pisliklərdən uzaq etsin, hər cür xeyrə müvəffəq etsin.